Videoya başlamadan önce kanalıma abone olup like atıp yorum yazmayı unutmursunuz ve bildirimleri açık koyursunuz ki ben video paylaşanda size bildirim gelsin. Kızlar, necəsiz, neyinirsiniz? Qonaqlarım gələcək. Qəşəng stol hazırlamışam. Uşaqlar bax topora sahiblər nəysə. Qəşəng stol hazırlamışam. Çay süfrəsi, qızları gözləyirəm. Öz zevqimdən belə bəzədim. İnanın Ege evdəydi. Bugün bağçaya aparmadım. Qızlar yuxudan durdu, aparmadım. Bilmirəm Ege ilə bu süfrəni necə hazırladım, necə qoydum. İnanın, yəni məni yordu. Gülləri həyətimdən qırmışam. Canım güllərim. Belə qəşəng ləçəklərlə bəzəmişəm stolu. Düzdür, özüm şirniyyatları bişirməsəm də belə alıb bəzəmişəm. Qızları gözləyirəm, gəlsinlər. Qəşəng qızlarla nuş eləyəcəyik, çay içəcəyik. Belə qızlar, güllərdəki dediyim kimi, baxın, mənim bu gözəl həyətimdəndir. İyi ki varlar. Qoxusu da çox qəşəngdir, görüntüsü də möhtəşəmdir. Masama qızlar bəzək verir. Necədir, bəyəndiniz masamı? Elə. Qızlar, yaxından da göstərim masamı. Baxın necə hazırlamışam. Qızlar, qonağımız gəlib. Baxın bizə kimcə elib. Əl elə, əl elə. Salam deyir sizə, xalələr, salam deyir sizə. Hay can. Baxın, qucağa öyrəşib, deyir ki, mən gəzdir. Hamıya salam. Təzə qonaqlarımız var. Ece, bunu da tanıyırsınız. Allah'ım ya Rabbim ya Resulallah. Ay Allah. Hə, yaşı. Baxın, bir damcı əli var balamın. Bir damcı əli var, bir damcı. Xoş deyəmişsən sən bizə balam. Udu. Hələ oradakıların keyfinə baxın. Hələ bunların keyfinə baxın. Yerlənirlər. Qızlar, əl eləyin, kalp. Keyf, hava da qəşəngdir. Çocuklar, oturmuşuq, keyf. Necədir vəziyyət? Ay Allah. Qızlar, necəsiz, neyinirsiniz? Bugün özümə bir kişi almışam, istədim onları göstərim sizə. Yağdanlıqlarım qırılmışdı. Gördüyünüz kimi aroma bankasına töymüşəm zeytun yağımı. Belə bir yağdanlıq almışam, bir əlimdən çəkirəm. Belə bir yağdanlıq almışam, baxın. Amma bunu yuyacam, sonra içinə yağ töküb qoyacam ora. Baxın, belə ağzı da var, görün nə qəşəngdir. Həm də ora yaraşacaq. Belə bir qazan altı almışam. Çox qəşəngdir qızlar, estetik görsənir. Və bu açılır. Baxın, belə açılır. Belə olur, çox qəşəngdir. Bunu almışam. Bundan var idi, Temu'dan vurmuşdum, xarab olmuşdu. Burada da tapdım, belə bir şey də almışam. Bir də belə sabun qabı bir dənə qalmışdı. Hamama almışam, qoyacam hamama, göstərəcəm sizə belə. Bir də Efe'yə uzun corab almışam. Bugünlük bu qədər alışverişimiz. Biləcərdə qalan qızlarım, yenə gəlmişəm ən sevdiyim butik, Barbie butikə. Bəlkə də buranı tanıyırsınız. Aksarayla yolu keçirsiniz. 4 yol var, Kuruq var. Keçirsiniz, gəlirsiniz bura. Baxın, Barbie butik, belə göstərim sizə. Gəldiniz, baxın. Orada da salon var. Belə göstərim. Baxın. Biləcərdə kim qalırsa mütləq gəlin bura. Bura çox qəşəngdir. Barbie butikdir adı da. Baxın, təzə qəşəng pijamalar, dəstlər gəlibdir. Göstərəcəm sizə. Baxın, nə gözəl pijamalar var qızlar. İndi bu il gilaslar dəbdədir. İstəsəz qəşəng pijamalar var. Özdə material super. Baxın. Özümə nə götürdüm qızlar burada? Sizə göstərim. Bax, pijama, kupanik daha doğrusu istəyənlər üçün kupaniklər gəlibdir. Görün necə gözəldir. Baxın. Çox qəşəngdir. Özümə də belə bir kupanik götürdüm. Qəşəng dəstlər var, gəlib qızlar. Ala bilərsiniz. Eltimdən gəlmişəm bura. Baxın, nə gözəl şeylər var. Bir dəqiqə bir şeylər də göstərim sizə. Belə. Victoria's Secret'in belə pijaması da var. Buyurub gəlib ala bilərsiniz. Mən də bir kişiyə almışam. Evə gedib göstərərəm sizə. Qızlar, aldıq, doldurduq. Gedirik.
Gedə indi bu qızı aparıram, çəkmirəm sifətin diş həkiminə. Maşın qabaqdadır. Gedək diş həkiminə, oradan da gedək Egen götürüm, gedim evə. Bugün də Allah'tan yeməyimi qızlar pişirib çıxmışdım. Çünki bugün də çöllərdəyəm. İşlərimi əldə edirəm. Sabahda oğluşumun ad günüdür. Qızlar, salam, necəsiz, neyinirsiniz? Deməli çıxmışam, qapı açıqdır, gedirəm, işlərim var, işlərimin dalınca. Bu uşaq gedib, baxın, nənəsinə kömək eləyir, onu gətirir. Sənə qurban. Əlinə də sumkasının birini alıb, kömək eləyir. Yəni, əsl nənə sevgisidir də. Uşaqlarımızı belə yetişdirməliyik, kömək eləsinlər. Yəni, necəsə deyim, insaflı olsunlar, həqiqətən mərhəmətli olsunlar. Gəlirlər, bunlara baxın. Sənə mama qurban olsun, həyatım oğlum. Allah bütün uşaqları qorusun inşallah, bizim uşaqları da içində. Bu da bizsiz qala bilməyən takoşumuz. Ece, yediğin nədir? Kartoplu cipsi. Sevirsən? Kızlar, Biləcək parkındayıq yenə. İpin qoymuşam futbola. Ege de burada keyif edir. Orada da görsünüz park var. Yaxınlaşdırın, baxın, birazdan gedəcək o parka. Belə oturum Ege'nin yanında. Hə Ege, yesin, qutarsın. Gedək parka. Sənə qurban. Bölüm bağı seni çəkirəm. Kızlar, McDonald's'dan geldik. Sinsaya girdim. Dəhşət dərəcədə indirim var idi. Nə aldım sizə göstərim. Belə bir qəşəng divanımıza yastıq aldım. Baxın, ora qoyacağım. Çox qəşəng oldu. İndirimdəydi. Belə bir şey aldım. Maraqlıdır, çox qəşəngdir. Görə içinə nə qoyacağım. Bir də ki, bunu indi quraşdıraram, sizə göstərərəm. Bir də ki, belə bir şey aldım. Qızlar, baxın. Quraşdırandan sonra sizə mütləq şəkildə göstərəcəm. Belə endirimlər çox dəhşətli dərəcədədir. Mütləq gedin, yararlanın. Kolan saldın yelə. Aslında sağlık. Qızlar, Megastorun həqiqətən də ucu bucağı yoxdur. Gəz-gəz qutarmır. O qədər böyüdü ki, dəhşətli dərəcədə. Çox qəşəng qablar var. Bayıldım yəni, baxın. Kızlar, Efe'ni məşqə gətirdik. Dedim Ege biraz buralarda oyalansın, oynasın. Like atıp abone olmayı unutmayın. Saçımı düzəlt. Bildirimlerde atmayı unutmayın. Saçımı düzəlt. Üstü başı nə günündə kızlar. Həyətdən çıxıb gətirmişəm. Dedim biraz hava alsın. Burada bildiyiniz Sindirəcərinin parkıdır. Belə. Anne gel de. Gedək. Gel parkına. Anne gel orada parkına. Hello. Yok sizlere öz Yeteneğimi göstərirəm deyir dostlar sizə. Böyle değil. Öyle olmaz. Oy. Ay Allah, bu uşaq ancaq dalaşmağı xoşlayır. Nə? Vur görün, bir dənə də vur. Baba dedi.
Çıxmaz, qorxma. İndi də gəldi qızlar zıplamağa. Durduğu yerdə durmur. Efe'nin məşqə gəlməyi, yəni Efe'ni məşqə gətirməyimin Ege'yə çox böyük, yəni necə istədiyim, xeyri var. Oynayır, əylənir. Əslində belə yorğun oluram qızlar vallahi çıxartmağa, yemək pişirməliyəm elə. O mənzərə çox gözəl və Ege parkda oynayır. Ben çıkıram. Sabahınız xeyir qızlar, necəsiz, nə edirsiniz? İnşallah ki, yaxşısınız. Neçə gündür sizə vlog paylaşmıram, bugün paylaşacağım. Hardayam, Araz marketdəyəm. Səhər yeməyinə bir iki şey almışam uşaqlar üçün. İnşallah sizə bugün videoları paylaşacağım, gözləmədə qalın. Uşaqlar, sabahınız xeyir, gününüz aydın olsun. Biz başladıq kahvaltımızı. Ən gözəl restoran haradır? Evimizdir. Uşaqların çayı da gəldi. Qızlar, bunu aldım, bura yerləşdirdim. Amma çatışmayan orada bir iki şeylər var. Duz qabı kimi belə taxtadan. Onu da almağı fikirləşirəm. İnşallah onu da alıb sizlə bölüşəcəm. Belə necə oldu? Məncə çox qəşəng oldu. Həm də yer baxımından yer genəldir. Belə qızlar, bugün vlogu sonlandırıram. İnşallah, bilirəm, gec-gec çəkirəm. İnşallah həvəsim olar, tez-tez çəkərəm. Neysə qızlar, bugün vlogu sonlandırıram. Qəşəng yorumlar yazırsınız, like atırsınız, takip edirsiniz. Nə deyirik o zaman? Hər zamanki kimi hələlik.